Gəlin biraz söhbət eləyək. Elə dərslə mövzumuzdan bağlı. Kiber təhlükəsizliyindən bağlı. Belə baxıram, əksəriyyət hamını seçəcək. Deməli, bax, kiber o başqa bir şey. İndi onlardan danışacağıq. Ümumi. Bir dənə baxsın bura. Bir dənə kiber təhlükəsizliyindən söhbət eləyək, sonra Python-a keçəcəyik. Yaxşı? Ümumi anlayışından. Başlayaq. Cyber security sahəsinə getmək istəyirsinizsə, birinci nə etməlisiniz? Birinci nəyi şey etməlisiniz? Öz-özə vərdiş etməlisiniz. Oturub nəyisə oxumağa vərdiş etməlisiniz. Çünki cyber security sahəsi çox vaxt o şeydir, formatlı şeyləri oxumağı tələb edir. Məsələn, şəbəkə haqqında məlumatlardır. Kod 5, kod 6, şey var. Şnurlar da onlara ehtiyac yoxdur. Onlara ehtiyac yoxdur. Sən gəlsən şəbəkələri öyrənirsən. Protokollardır. Onu yaza bilərsiniz. Bax, şəbəkələri öyrənməlisən. Protokollar, IP mütləq lazım. Bax, yəni o doğrulama kimi olan. Yox. TCP, TCP, IP. Yəni bunlar nədir onlardan danışacağıq. IP nəyə lazımdır? IP sənin ünvanıdır bir qoşa. Və IP-sini yazsam, IP-sini yazsam, community'yə gəldim. Yox, elə bir şey deyil. Belə bir şey deyil. Ondan istifadə edirsən. Şəxsən fərqlənən kod kimi. Eyni şeydir, hə. Sonra, deməli nələr var? Var DNS-lər. DNS. DNS nədir? DNS-in açılışı domain, name, system. Bu da elə IP kimi bir şeydir, sırf kompüterlərə özəl şeylərdir. Bax, bunları nə eləməlisiniz? Bunları siz yuxudan oyadan kimi deməlisiniz əzbər. Cyber security əməkdaşı olmaq istəyirsinizsə, mütəxəssis olmaq istəyirsinizsə. Deməli, protokollar nələrdir? Gəlin onları deyim. Bax, mən tutaq ki, WhatsApp-dan yuqara bir dənə şəkil atıram. O şəkil hansı protokolla gedir? O da məsələ. Hansı yolla gedir? Hə, elə bir ki, mən öz telefonumdan yuqara göndərən zaman, axı həmin şəkil şifrələnməlidir ki, həmin şəkil kimsə ələ keçirməsin. O şifrələnmə üsulu adlanan protokol. Hə, məsələn, file protokolu TCP-dir. Sonra mail protokolu var. Maildə nə idi? Dəqiqə. Mail protokol. Maildə çoxdur. Hə, SMTP, IMF-dir, POP3 var. Bunlar mail protokollarıdır. Sonra burada çoxdur inşallah. TCP, UDP var. Sonra yalnız TCP var. TCP IP var. Fərqli-fərqlidir. Sizə hansı lazımdır, onu öyrənib istifadə edəcəksiniz. Verəcək, hə. Protokollar deyin, verəcəksiniz. Hə, birinci qayda budur. Bunu öyrənməlisiniz. İkinci qayda. İkinci qayda odur ki, öyrəndiklərinizi hər şeydə tətbiq edəməyin. Odur məsələn. Hər yerdə deməyin, hər yerdə tətbiq edəməyin. Çünki elə şeylər var ki, onları hardasa, bax, tutaq ki, öyrənmişsiniz hansı kompüterə hücum eləməyi. Hücum eləməyi öyrəndiniz, düzdür? Nə üçün yoxlayacaqsınız? Birinci öz üstündə yoxlayırsan, özündə yoxlayırsan. Sən də şeyə gelib yoxlamaya, Capital Banka gelib kompüterin üstündə yoxlamayın. Hə, nədir məsələ? Bax. Bəli? Bu qırsan falan öz Wi-Fi. Hə, birinci öz Wi-Fi-dir, çünki şəxsidir. Şəxsidir, yalnız öyrənmək üçün. Bax, bir serverə hücum necə baş verir? Sən kompüterdən bura bir sorğu atırsan. Getdi sorğu, düzdür, hücumsun. Sən kompüterdən baxsan bir. Hə. Bura bir sorğu getdi. Axı sənin də özünün bir IP adresin var. Düzdür? Nə bilim, nəsə. IP adresin var. Sən bura hücum elədin. Hücum eləyəndə o deməkdir ki, sən bura bir sorğu atırsan. Sorğu atanda da sorğu hansı nöqtədən hansı nöqtəyə gedir, ora bildirilməlidir həmin serverə. Həmin serverə bildirilən zaman sənin IP-in də ora düşür. Ona görə sən serverdə işığı gördün, serverdən çıxan zaman birinci serveri təmizləməlisən, hazır. Nə yazışırsan? Birinci serverdən çıxan zaman öz, belə deyə də, faylları təmizləməlisən ki, sən, hə, o adlanan loglar. Loglar nədir? Loglar serverdə olan hadisələri yazır. Tutaq ki, kim girdi, hansı fayl yükləndi, hansı fayl silindi. Bunları qeyd edir loglar. Bax, məsələn, sizə nəyi göstərim? Məsələn, bizdə JetSchool-da, bu hissədən heç kim görməyib buranı. Burada admin panel hissəsi var. Admin panel hissəsi var. Bax, tutaq ki, burada sorğular gəlir. Bax, baxılıb deyir. Bu sorğu deyir ki, kimsə baxıb buna. Üstünə vururam göz işarəsinə. Baxıram ki, kim baxıb. Bax, arzu görüşələ tərəfindən filan tarixdə, filan saatda, filan saniyədə baxıldı. Bu logdur. Yəni, mənə bildirir ki, buna kim baxıb. Log budur.
Aydındır. Və siz də hər hansısa bir serverə hücum etdiyiniz zaman ora log düşür ki, falan IP adresinə ora hücum olunur. Bildiriş gəlir ki, falan IP adresinə ora sorğu göndərilir. Sən orada IP adresini qalan zaman orada səni elə bilməyəcək, naxadı polis tutacaqsan. Hə, odur məsələ. Ona görə öyrəndiklərinizi hər yer tətbiq eləməyin. Və öyrəndiklərinizi hamının yanında heç nə deməyin. Odur məsələ. Əsas. Aydındır? Aha. Bir də o birisi qayda nədir? Stop eləməyi bacarmalısınız nə edəsən. Bax ki, indi atıram, direktor saxlayın. Filistin deyildi, bir haralıydsa. Banklardan, dünya banklarından 50 milyon, yoxsa 60 milyon pul fırlatmışdı, dollar. Filistin hökumətin hesabına yatırmışdı. Həmin qaqaşa edam elədilər Amerikada. Axırı edamla qurtardım səni. Sonra bir dənə kim var idi? O çoxdan söhbət. 2014-ün 13-cü söhbətidir. Var idi, Amerikada var idi o vaxt. Əvvəl var idi Amerikada, sonra yığışdırıldı. İndi təzədən gətirəcəklər deyəsən. Edam cəzası Amerikada. Amma ki bu yaxında bir nəfər edam olunacaq Amerikada. O görmüşsünüz, avtobusda qız öldürmüş deyə. Neqr var idi deyə. Həbsdən çıxmışdı. Hə, avtobus öldürmüş, saxlamışdı. İndi ona edam cəzası veriblər. Hə, başlar. Və siz də hər hansı bir serverə hücum etdiyiniz zaman ilk öncə nə etməlisiniz? IP adresi gizlətməlisiniz və bunun üçün proqramlar işlətməlisiniz, IP adresi. Amma ki, həmin proqramlar internetdən olan proqramları işlətməyin. Çünki həmin məlumatları həmin proqram satır başqalarına. Bax, necə izah edeyim? IP adres dəyişdirən bir dənə proqram işləmirsən. Pulsuz antivirus kimi bir şey. Antivirus deyirəm. IP adres dəyişdirən bir dənə proqram işləmirsən. IP adresini nə deməkdir IP adres? Sənə olduğun lokasiyanı göstərən bir şeydir. Sən IP adresi dəyişən nə baş verir? Sən lokasiyan gedir başqa bir ölkəyə, başqa bir şəhərə. Gedir oradan hücum olunur artıq. Mənim bir ara gözlə göstərir. İndi şeydə elə məsələn sistemə girişəndə samoqda göstərir. Bilməm niyə. Bilməyə masajda olur. Hə, olur. IP adresə qarışır. Olur o problem. Bax. Bax deməli IP adresi siz dəyişdirmək üçün proqramlar işləyirsiniz və həmin proqramlarda sizin loqlarınızı satır başqasına. Ona görə IP adres dəyişdirən proqram heç vaxt işləmir. Birinci özünüz düzəldin. Ona görə biz Python, fərqli dillər öyrənirik ki, istədiyiniz proqramı özümüz düzəldək ki, təhlükəsiz olsun. Bizim datalarımızı heç kim satmasın. Aydındır? İnternetdə ən önəmli şey datadır, məlumatlardır. Bax, məsələn, insanlar şəkillər paylaşır olduqları yerdən. Həmin şəkillərin datası olur. Şəkil harada çəkilib, hansı lokasiyada çəkilib. O datanı çıxarmaq olur. Ona görə maksimum dərəcədə, bəli. O da biz. O olur ya, serverlər qarışır, IP adreslər qarışır. Hə, bu nədir? Bu da Visual Studio'dur. Bu Visual Studio koddur, bu Visual Studio. Bu C# içində. C++, C# olar içində. Nədir? İşləməlisiniz? Yox, lazımsa işləyirsiniz. Hə. IP adres dəyişən proqramlar var və dediyimiz kimi proqramı özünüz düzəltməlisiniz. Sizin məlumatları satılmaz. Çünki ən önəmli şey internetdə datadır, məlumatlardır. Bax, bu IP adres dəyişən proqram nə iş görür? Saniyədə sənin lokasiyanı dəyişir. Hər dəfə fərqli bir yerdə göstərir. Hər dəfə. Bax, məsələn, bir dənə Türk hacker var idi. Bilməm, videosuna baxmısınız yoxsa yox. Deməli, qaqaş nə edib? Qaqaş gedib, bir dənə bank olub, banka hücum edib. Banka hücum edib, serverinə girib və bunun kompüterdə necə deyim, proqram açıqdır. Proqramdakı IP adres dəyişir dayanmadan. Qaqaş hücum edib, gedib sonra çıxıb evdən. Evdən çıxanda kompüter yanılı qoyub ki, IP adres dayanmadan dəyişsin, yeri bilinməsin də. Anası da gəlib, evi toxsoranın yanında toku çıxardıb ki, bu kompüter niyə yanlıdır. Evə qayıdanda görür ki, polislər evdə gözləyir. O nə qədər yatmışdı? 16 il məmlə həbs yatıb. Çox pul fırlatmışdı. 16, yox, 14-15 yaşında şey deyib. Məsələn, eləmişlər məsələn. Dayanmasaydı. 3 yaşında. Sandıqca 30 yaşındaydı. IP dəyişdirmə dayanmasaydı, onu tutmaq olacaqdan vaxtı olacaqdı da belə qaçmağa. Şəhərəsində. Hə. Bax, məsələn, elə ölkələr var ki,
Hə, Türkiyədə. Amma məsələn elə ölkələr var ki, məsələn Çin var. Bir dəqiqə saxlayım, bura biraz şeydir. Aha. Nədir? Sifosfos əmələ sistemidir. O müəllim işləmez. Məktəblərin vəziyyəti şeydir, çox pis. Değişir. Bize değil o böyle hiçbir tarzı değil o ben HD. sert değil. Artıqdan Var. Yok he. Ha. HD değil. HDD. 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 İşte de. HDD. Hə, uşaq, məsələn, əməliyyat sistemləri də C++-da yazılıb əslində. Orada əməliyyat sistemlərdən də yazılıb. Windows'dur, sonra Linux'dur, onlardan da yazılıb C++. Aydın oldu bu IP dəyişmə falan məsələsi. Kiber təhlükəsizliyə getmək istəyirsə, o heç. Kiber təhlükəsizliyə getmək istəyirsə, bu hissəyə diqqət eləməz. Üçüncü məsələ nədir? Üçüncü məsələ odur ki, indidən öz tərəfinizi seçin. Cyber security fərqli tərəflər var. Blue Team var. Eşitmişsiniz bunları? Grup D. Red Team var. Ya grup D. Rettim ya. Bir də Vay. Purple. Öyle yani tamamen. Öyle. Purple Team. Yaxşı, bunların fərqi nədir? Bu yalnız Standard yani. yalnız qoruyan tərəfdir. Red hücum eləyəndir. Purple hər ikisini bilən. Heç heç biri yox. Mən şeyəm. Black. Black. Mən pink timəm. Aydındır mı cyber security hissəsi? Əla. İndi gələk Python-a. Hə. Biz axırıncı dərsində keçmişdik Python-la. Riyazi əməliyyatları keçmişdik, düzdürmü? Oha. Baxın. Nə var? Ya? Mən də ayaqda da, mən dizlərdə də varım. O birisi nədəndir? Nədən də o birisi? Boşalıp bırak. Sümüklər arasında hava gelir. Hava çıkmıyor. Gaz gir. Ha. Nə deyirsən? Hə, ora. Hə. Deməli uşaqlar, riyazi operatorlarımızı keçmişdik. İndi gələk biraz sual-cavab eləyək. Deməli, kimdən soruşacağam? Az. Fazil, mən 2 dənə tip say. Data tip. Nə yeyirsən? JavaScript. JavaScript keçirik. Python var. JavaScript keçirik. String, float. Seyid, 2 dənə say. Değil mi? Yox. Seyid deyəcək, görək. Bir daha var. Yoxdur başqası. Var. İstəyər string deyilən. Denən. İnternet. Sonra Bir de şey. bul. Bulyon. Soy bulyonu. Bulyon. Deməli, sonra kim saysın? Turgut saysın. Turgut. Gir çıxaq. Hara baxırdın? Hamısını sayıblar. Hara baxırsan, dərsə bax. Hamısını sayıblar. Sonra? Nədir? Ha. Eşleştire göreceğim şimdi. Hadi gel. Hansılar var ya Turgut? Gel. Əkbər. Ben sana gel. Ben sana gel. Kompleks. List. Aynen ben yaptım. Sonra Salih. 2 dənə. Salih. Uşaq bir də ki sabah dərsə əyanlı gəl. Nə? Sabah dərsə əyanlı gəl. Ondan qoşulmuyor. O ne demek?
Yəni gəlin burada oturun dərsdə. Elə belə. Ben Vacibdir. Nasıl yazılır? Fatih yazılır. Nasıl yazılır? Ha, praktik eləyəcək. Yani yüzden yukarıdan benziyor. Ne yazılır? Praktik eləyəcək Python. Salih, eşitmirsən məni? Bu kodlardan Ha, Çıksana zaman ve demeye değil. 2 dənə şey sayda, tip say. Yukarıdan işte yukarıdan. 2 dənə tip say. Abi 2 tane su istemiştim. Nədir? Necə qalmadı? Qalıb ki soruşam. siz istesiniz. Hə, şey. Getim peşman olsa soruşum. Hansı tiplər qaldı burada? benim değil de. Gene. Ondan sonra Tip. Ben de Ben Bizim bir tane sayım var. Nədir? Topu. Dublet. Topu. Dublans, Hans. Mərtəzə nə yazılan? Belə yazılan. Burada listə oxşayan. Erik, Erik var. Ərəm bir növ. Nədir? Oradan başlayın. Dictionary. Obyektə oxşayan. Dictionary. Dict yazılır da. Altos denk sayılır. Altos denk sayılır. Yo, o da stringdir. Sonra hansı qaldı? Range. Set, Range. range. Ve memory var. Bəs oradan oxudun. Odis var. Podnis nədir? Fetnus. Fetnus. Saydı. Deməli, bunlar bizim tiplərimiz. Necə Əkbər? Əkbər səsin çox yavaş gəlir. 9 aldım. 9 aldın, hə? Bilmədim deyən. Hə, yox səhv düzəltmisən. benim oynasın. Benim bir daha Kompleks ederiz. Dərsdəyik. Telefonu yığışdır ha. Böyle budur. Qudurmuş. Kim bilir? Operatorlarımız getdi. İndi gəldi nəyə? Pythonda. Gəldi şərt hissəsinə, şərt vermə. Yəni iflərimiz, else'lərimiz, eliflərimiz, else, elifdir burada. Müəllim. İnşa. Şey, Nə? Mesela bir tane değer verir. Mesela bir tane değer verir. İşte x beraberdir 5'e. Və hatta ki, x bərabərdir 5-ə. Sonra aşağıda yazılır x plus beraberdir 6'ya mesela. O indi nerede mənfi o x plus? Bunun cavabı 11-dir. Hı? 11-dir. Üstüne 11-dir. özledik. Tamam, sən nə deməkdir buna? Bunun açılışı bax budur. Bu ilə eyni şeydir o. Bu yuxarıda yazdığımız. Burası bu daha qısa yoldur. Ona görə belə yazılır fazil. Bir ona göre bir de müəllim. Bir de Qaravatçılıq deyə. Telefon sada açırsan. Bağla telefonu. Bağla telefonu. Dərsə bax. bir de müəllim. Bir şey de vardı. Print mesela hello sonra virgül end 2 dırnak. Print. Hello. Sonra sesin end. Yo tırnağın içinde yap. End 2 dırnak. Beraber diyor lan müəllim. Beraber diyor end. Kim qoşuldu? Beraber ise Bura baxın. end. Belə. Olmaz axı. İşləməyiz axı belə. Sən indi adın əmrini yoxdur. Hə, bilirəm. Vüqar elədir. Burası gördüyün yox nədir? Lan Ya, ben sən sənə pultun verdim ha. Stəkan qoy bura. Beyler bir şey düşmüş daha müəllim alıp ya. İndi yandırdın. Mesela Brown elleyin indi. Belə Hə. error verəcək. Ola bilər də olimpiada çaşdırmasını saldılar. Onda boşluk mənasına geldi o. Bu boşluqdur. Bildim end operator diye bir şey var. Yoxdur. Yok. Belə bir şey verə bilərsən o zaman. Yok beraber diye. O şey. Ya belə eləyək. Bura 3 yazalım. 1. Hello 1. Burası əlavə edir. Hə, indi gəldik şola şərt operatorlarımıza. Şərt operatoru necə işləyir?
Şərtə uyğunsa o işləyir, uyğun deyilsə digərinə keçir, deyilsə o birisinə, deyilsə o birisinə. Ən axırda da else. Düzdürmü? İndi biz string metoddan keçmişik, yoxsa yox hələ? Hə. İndi tutaq ki, bir dənə ədədimiz var, x adı. Şərt burada necədir? JavaScript-də necə idi? If, tutaq ki, x böyükdürsə 3-dən, console.log elə, Print 5 3-dən böyükdür. Boyu. Bu JavaScript yazısıdır. JavaScript-də belə yazırıq. Python-da necədir? If Onda x böyükdürsə 3-dən, 2 nöqtə, enter, print 5 3-dən böyükdür. Bax, Python-da məsələ nədir? Bu sizə diqqətlə baxın. Printin qabağında boşluq var, bunun da bir önəmi var. Hə. Axı burada bizim mötərizəmiz yoxdur. Biz mötərizə ilə burada bildirirdik ki, yazdığımız bu sətirlər if aiddir, düzdürmü? Amma burada mötərizəmiz olmadığı üçün qoyduğumuz bu boşluqlar onu bildirir ki, mən burada nə qədər bundan yazsam, hansı bu if aid olacaq. Aydın da var. Bax. Hansı bu if aiddir. Əgər mən bunun birini çıxartsam buradan, o deməkdir ki, artıq bu if aid deyil. Elə bu ifin çölündə kimi bir şeydir. İfin çölündədir hal-hazırda. Aydındır Həbib? Nə dedik? Nəydən danışdıq? Bir də izah elə. Nə danışdıq indi? Ümumiyyətlə. Bu dərs 15-30-da. ümumiyyətlə Ümumiyyətlə yanvarda. yanvar. Hə, ne olacak sonra? qutaracaq. 11 değil. Ama çekeceksin sonra ben de demeyeyim çekeceksin daha. Nə bilim, o özümüzdən çıxdı. Bulamam bekle. 11 başladı. Ne olacak? O fərqi yoxdur, qrupun ümumi qaramaq. O ümumidir. Bitirende buranın gidebilir. O burada saat gece olur. 7-dən 9. Gece Amma belə şeydən, yox. Burada başlaya bilərsiniz, schoolda. Hələ schoolda neçə yaşın var? 16 nə vaxt olacaq? bu ülke var 5'i. Sən akademiyaya gedə bilərsən. 16 yaşdan da akademiya. Akademiye yapısı yoksa buranın. Akademi. Axşam da akademiya, belə deyim. Hı. Akademiyada olmaq istəyir. Sən nəyə görə? Akademiyada daha şeylər öyrədirlər. Hayır. Bax, sən burada bitirib, elə burada şey var, elə bir ki 6 aylıq sırf cyber security var. Sırf 6 aylıq. O da yaxşıdır. 190. Qiymətə verir. Yox, elə burada da. Bu da burada. Ama Emin total olur. siz de Antalya'da. Mən keçirəm. Akademiyada mən deyiləm. Akademi açar olur ki. Burada olur. Hakim Akademi. Aşağıdaki ne? Harda aşağıdakı? Şuradaki. Yox, orada school da olur, akademiyada olur. Həftə içi akademiyadır, həftə sonu school. Bas. Onlar şey olmuyor hafta sonu diye. Neyi? Hafta pazarı yani. Yox, altı bazar akademiya dərsi ancaq axşam olur. Amma sən bugün akademiya dərsi var. Olsun. Ha. Akşam ya olur. Olur, olur elə. Yani benim altı pazar bir de 4. Olur. Online, cyber security online yoxdur, yox. 3 günün 3-ü də əyandır. Nədir? Akşam ile de Axşamdan 7-dən 9-a. Şey de kurdan. Kurdan iyi zaten. Nənəm gedə. Hə, uşaqlar, bax məsələn şərt verdik, düzdürmü? Yaxşı, bax bir dənə sual verim. Demişəm ki, Həbib mənə izah edəcəkdi. Yeni yalan düşdü. Hə, evet, buyur. Nə yazdı burada? Nə yazdı? Hə, Həbib? Evet. Nədir o? Google.com-a Google.com yaz. Hə, Həbib? Fatih sən izah elə. Nə elədik biz? Ben değil. İfes chatleri yazdım örneğin. Yaxşı, bax burada mötərizə yoxdur. Necə bildirik ki, fayl? Necə sayıq, qəşəngdir? Başın gəlir? Ya, Hə. Vallahi. Sən? Estağfurullah. Hə, mən. Şeydir uşaqlar, akademiya saytı. Bir de yukarı kaldım bir zahmet olsa. Bütün öyle. Yok yukarı. Ben verebilir miyim? Müellimin de bakıcı bir şey var. O tarifleri. Hadi ben bakayım. Saytı mən yığıram. Hə. Əvvəl belə deyildi bu.
Bilirəm, dəyişmişəm. Bir ay yanında. Dəyişmişəm mən. Dəyişmişəm. Tam evvel şey, benim bir şey sıkıcı, minnaş. Ben School'da mən düzəldim. ben buranın saytı, acaba saytı. Hə, nədir? Buranın saytı benim için bak. Saytına mən baxıram da. Nə deyirəm bəs? Buranın Ha. vəziyyətinə məlli bax. Saytına bir dənə qədər adam girib çıxır. IP'nin çevresinden falan. Kendi adam var. O ne şey? Yo, bax. Benim yazım. Bax, bilirsən nədir məsələ? Bax, mövzu çıxır. Bilmirəm, yadınızdadır yoxsa, HTML CSS-də hamı burada olub, yoxsa yox? Hamı keçib HTML CSS. SEO eşitmişdiniz? Yox. SEO var. SEO nədir? Search Engine Optimization. Nə deməkdir? Search Engine Optimization. Azərbaycanla çevirəndə mənasız olur. Axtarış motorlarının optimizasiyası. Deməli nədir? Bax, burada bəzi qaydalar var. Tutaq ki, H1. Hər bir səhifədə H1 bir dəfə istifadə oluna bilər. Niyə? Bax, mən tutaq ki, bir dənə gül almaq istəyirəm. Yazıram gül satışı. Onda başla olacaq. Bax, birinci sayt çıxdı burada. Bu nəyə görə birinci çıxdı? H1 bir dəfə istifadə olunur. Yox, nəyə görə birincidir? SEO. Çünkü müəllim popüler, Bəli? popülerdi müəllim ona görə. Populyardır. Həm geri... Bax, birinci şərt nədir? Bəli? Ben şık yazmadım. Get yox, bax, yazıram proqramlaşma kursları. Birinci nə çıxdı? Kurslar.az. Bu ümumiyyətlə kurslarındır. Div Akademi, Jet School çıxdı. Jet Akademi çıxmayacaq burada. Çünki hələ tam hazır deyil. İndi izah edəcəm səbəbi niyə çıxmır. Bax, SEO nədir? SEO, biz SEO-muzun saytın SEO-sunu nə qədər güclü yazsaq, bizim saytımız o qədər qabağa çıxacaq, o qədər insan qarşısına çıxacaq. SEO, belə deyək də, SEO əslində bir dənə proqramdır, browser daxili. O prosta nə edir? Saytı yoxlayır ki, mən qoyduğum qaydalara əməl edir, yoxsa yox. İlk qaydası... Hə, hər şeyə nəzarət edir. Məsələn, H1-i var, H1 bir dənədir, bir dənədir. Məsələn, H1-dən sən bir dənə səhifədə 5 dənə yazsın, SEO səni aşağı atacaq. Qabağa çıxarmayacaq. Sonra orada məsələn nə bildirməlisən orada? Açar sözlər. Mən tutaq ki, proqramlaşma kursu saytı düzəldirəm. Sonra açar sözlərə gül qoysam, nə bilim, maşın qoysam, ya 07 yazsam çıxar proqramlaşdırma kursları yazan çıxmaz. O da. Sən gərək həmin sözləri yazasan ki, həmin sahəyə aid sözləri yazasan ki, axtarış verən sənin saytın qabağa çıxsın. Həmin adın qabağına çıxsın. Aydındır? Necə o danışır? Hə. Nəyi? Başqalarını baxmaq istəyirsənsə? Müstəqil. Hə. Necə qlobala yerləşdirir? Onun üçün sənə server lazım. Serverdə puldur. Nə qədər? İllik 20 dollar. 20 manat illik. Bir dəfə verirsən ildən. Google-un da hə. Yox, Google-un deyil, başqa şeylərin olur. Mən Google Nasıl yazdım? Hə. Dediğin O domain və hosting adlanır. Hə, domain və hosting. Benim indi o saytımı oraya yerləşdirəm. Və oradan məsələn necə pul qazanır? O saytda ya satış edirsənsə qazanacaqsan. Necə satış edir? Nə bilim, o sənin. Oy. Nə istərsən, Hesab. nə istəyirsən sat, o sənin. Nə? İnternet var. Hosting. Ya da ki, açdın ChatGPT-ni. Siz tapşırıq yazanda elə qəşəng istifadə edirsiniz ChatGPT-dən. Axtarışda istifadə eləmirsiniz. Mənə verdiyin sualı bura verirsən. O sən otur izah edir. Çox qutardı. Bundan ibarət. Mən məsələn bilmədiyim şeyi, əlbəttə mən də hər şeyi bilmirəm də. O qədər şey var ki, bilmirəm onları. Bilmədiyim şeyi oturub ona sual verirəm. Oturub sonra öyrənirəm. Sonra deyirəm, hə, bu buymuş. Ancaq elə. Kim deyirəm? Səhvdir. VS Code limitsiz demək. Nəysə, davam edək. Boğazım quru deyə. Boğazım quru deyə şey. Deməli. Bax. Yaxşı da, dərsə bax. Hə, nöqtə onionu, Salih, onu şey satmırlar. Bu nə də? Hə, Salih, onu satmırlar. O nöqtə onion satmırlar, onu özləri istifadə edirlər ancaq, nuş olsun. Hə?
Hə, onu ancaq özləri istifadə edirlər. Ona görə ala bilməz. Yox, çox sağ. Hə, indi gəldi ifes məsələsinə. Nəyi? Eləyə bilmərsən. Kim? Hə, onu kim istifadə edir? .onion kimi istifadə edir? Tor browserlə, sonra dark webdir, deep webdir. Bunlar .oniondan alınan saytlardır. Yəni həmin domain və hostinglər özlərinə aiddir. Ona görə sən heç eləyə bilmərsən. Onların heç ala bilmərsən. Məsələ budur. Gəldi indi ifes məsələsinə. Bax, mən burada bir dənə şərt yazdım. Düzdürmü? x5-dən x3-dən böyükdürsə, mənim bu if blokum işləyəcək. Mən necə bildirdim ki, mənim yazdığım bu kod sətri if aiddir? Qabanı boşluq qoyarım. Düzdürmü? Bu boşluğu silsəm nə olacaq? Artıq if-dən çöldə olacaq. Yəni if-in heç bir şərtinə uyğun olmayacaq. Aydındırmı? Əla. İndi gəlirəm ikinci bir şərt yazıram. İkinci şərt üçün mən gəlib bura. Sən idin o? Nə? Səs gəldi nəsə. Mikrofon açmaq səsi. Fazla oxşuyur bu. Hə. Gəlib ikinci bir şərt verirəm. If x bərabərcə 5-ə. Print elə x 5-ə bərabərdir. Sonra gəlib üçüncü bir şərt verirəm. If x böyükdürsə 4-dən. Print səbirli ol. X 4-dən böyükdür. İndi bir dənə sual. Hansı işləyəcək? Hansı blok işləyəcək? Hansı işləyəcək? Hamıdan bir dənə variant alacam. Deməli, Vüqar. Sırayla. Vüqar. Üçü də. Fazil. Şirektay. Hansı işləyəcək? Hamısı üçü də. Zeyd, hansı işləyəcək? Axırıncı yazdım. X necədir qabaqdan? X 5-dir. Onu gətirmə aşağı. Hansı düzdür? Yox, Hansı işləyəcək? Hansı iflə işləyəcək? Yusuf. Bilirəm. Yazım sonra Bir alacam. də bir söz deyə bilərəm mən. Yox. İkisi Deyəməz. görmədim. Yuxarıda ikisi görmədim. 5. Birindən üst işləyəcək. 1, 2, 3. Hamısı. Hansı işləyəcək? Hamısı. Dəyişməyəcəm ha. Aladın. Ağzına. Həbib. Üçü də. Bir nəfər istəyir. Əkbər. Bir dənə işləyən keçərlər. Məncə də. Salih. Zaten dedi. Salih. Mən deyim. Salih yoxdur. Denən. O. Durqut. Axırıncı. Mənim axırıncı. Axırıncı. Yoxsa Deməli. İndi baxaq nəticəyə. Aləmin var. məndə rəmənəm. Nəticəyə baxdıq və nə baş verdi? 3. Bir dəqiqə. Mən bir dənə bu... Mənim bu gözləmişim. Yox, mən niyə gözləmirdim? Prosta ki, bu çox print yazmışım. Baxdım oradan gəldim. Hamısı işlədi. Niyə? Səbəb nədir? Bəli? Deyim. Hangi yolunu yazıyor? Niyə? Niyə? Çünki 5 x5-dən böyükdür. Yəni 3-dən böyükdür 5. Ona görə o işlədi. Tamam. Aşağıda Ya bütün şərtlərə uyğundur. Hətta 5 ilə bərabərdir. Sənin başqa bir fikrin var mı bundan başqa? Fərqli yanaşma. Bax, məsələ nədir? Sən dedin düzdür, hamısı şərtə uyğundur deyə belə oldu. Yaxşı. Burada mən bir dənə də else atsam o işləyər. Yox. Mən elsəm. İşləməyən. Nə edin? Qardaşım, orada açıqlamasında verirəm ki, 5 4-dən böyükdür deyə onu deyir. Nə olacaq? Sən bir də başa salma. Hə. Hə. İşləməyən. Heç işləmədi. Çünki niyə? İllərə düşür çünki. İlmə düşəndə proqram, Həbib, nə işlə məşğulsan? Arzu nə edir o? Nə edir? Nəsə edirdi, bağladı. Alt tabelliyin mənim. Salih. Salih. Telefonla. Hara getdin?
Mənim hazırlığım var ya 6-cı günlər. Ha, get, get. Get. Prosta demədən çıxdın, ona görə. Yaxşı, tamam, sağ olun. Sağ ol, sağ ol. Dərs vaxtı fikriniz dərsdə olsun. Heç yerə fikrinizi yayındırmayın. Allah'ım olsun bir de. Deməli, bax, burada nədir məsələ? Niyə elif var? Elif niyə var? Çünki if olan zaman, ifdən nə baş verir? Göndərdin? Nasıl göndərdin? Hara? Ya bax, burada nədir məsələ? Gəldi bunu oxudu. Bunu oxuyandan sonra burada artıq bu dayanmır. Başlayır bunları da oxumağa. Amma biri if olanda, yerdə qalan şərtlər elif olanda, nə baş verir? Yerdə qalan elif olanda gəlirəm. Birinci if olanda mən verim də. Nədir? Hə, baxdım. Mənim Ha. ayrı oradan. Nədir? Ayrı qiymət oradan. Aynı qiymət qrupu varsa göndərmişəm. Deməli, nədir? Atarım bunları. Bax, nədir məsələ? Elif olan nə baş verir? İf oxuyur elif. İf oxuyur elif. Proqram ya if oxuyur. Gəldi oxudu bunu. Əgər şərtə uyğun deyilsə, digər elifə düşür. Artıq həmin elif şərtə uyğundursa, digər heç nəyə baxmır. O işləyir, proqram dayanır. Amma ifdən olur, ifdə gəlir hamısını birdən oxuyur. Ona görə biz şərtimizin sayı əgər birdən çoxdursa, birincini ifdən yazdırır, yerdə qalanları elifdən. Aydındır? Həll nədir demə axırıncı? Ay, sol. Niyə? Səbəb? Aha. Burası öyrənmək istəyən başa düşmüsən yoxsa yox? Niyə? İf olanda hamısı işləyir. Elif olan nə olur? Bir-biri baxır hamısına. Ay, sağ. Ona görə deməli, Bir də elif. if is elif məntiqi aydın oldu. 100%. Elif farkdan satan Var vacibdir. Dəyişməlisən? Hə. Nəyi? Python. Yok, olmuyor. Doğru. Bayağı frittim Fritti. Feridin ha. Bir yana programda çiçek sonra hayatını öğrenirler işte. Evet. Temp. Ya o ya bay. Def number. Doğru. Deməli, aydın oldu if, elif, es məsələsi. 100%. Fazil. Bura bax, sonra eləyərsən. Bura bax. Necə bu nasıl bir şeydir? Aa. Deməli, indi stringin üstünə nəzər edə bilərik. Taş stringimiz var. Şərt verəcəm ki, bunun içində əgər A hərfi varsa, konsol çıxsın ki, stringdə A hərfi var. If deməli, A in A. Print edə nə? Şeydir, elektron maşında. Zəkr. Ha. Nədir? If. Ya o değil mi? Evet, işte Elif'i doğuştan. Ha. Elif, elsifdir. Yəni ikinci şərt. Ben bir istedim. Abdullah tesadüf var gelmişti. Nədir? Her şeyde canım tamam. Elif yoxdur. Bax, if var. If birinci şərtində. Sakit. Birinci ifdir, fazil. Artıq sən 2-dən çox şərtin varsa eliflə yazırsan. Üstdəki heç birine uyğun olmayan halda elsifdir. Nə oldu? Hansı? Elif bir arkadaş. Ben yazdım. Muğun canlısı. Bu Ona bak. Ona bak. Kalanta bastı.
Ben her ben bakıyorum. Neçə var dur bakalım. 5-6 var. 5-6 bir dol var idi. Var. En yanındaydı. Ayda. Bir dəqiqə. Bir dəqiqə. Deməli, burada bildirirəm ki, stringin içində A hərfi var. Şərt vermişəm. Yox, əgər yoxdursa, onu necə deyə bilərəm? Not in A. Yəni əks hallıdır bu. Nida olarak. Bəli, yox, burada nida deyil, burada notdur. Bizdə uşaq JavaScript-də nida var idi. Hər şey tərsini çevirir. True false edirdi, false true, 0 1 edirdi, 1 0. Nida olarak. Burada notdur onun yerinə. Bəli? Necə? Şöyle koysun. Onu da false edəcək. Çünkü mənfi çok. False dəyər gedir o. False dəyər. Deyəcəm ki, stringin içində A hərfi yoxdur. Nə olub? Nəyə gülürsünüz? Dərsə baxın. A'nın üstünde A yoktu. Yaxşı olsun, ad. Ad. Başa düşmədin? İyi. Adın üstünde A var. Hərf var. Ben tersini okudum. Aha, buradan başladıram. Stringin içində A hərfi var. Niyə? Gəldi bunu oxudum. Aydın mı? O eline. Ya da bura, hə, şükron. Stringin içində A hərfi yoxdur. Aydındır? Biz inlə stringin içini yoxlaya bilirik. İnlə stringi də yoxlaya bilirik. Listi də, seti də, taplı da, frozen seti də, hamısını yoxlaya bilirik var. Nə gedir? Aydındır bu isə? Ne demek? Onlar da. Birinci öyrənməlisən ki. Narahat olma, sabah yetəri qədər kod yazacaq. Sabah yetəri qədər kod. Ben yazmıyorum. Ben yazmıyorum. Niyə? Burada var kontür. İçinde. Hə, hər yazmalı sual var. Mənfi 10 bal. Gəlməyəcəksən 0 alacaq. Kim gəlməyəcəksə var 0 alacaq. Praktikadan. Bir dakika. Ayın sonu. Ama olacaq da. Ayın sonu. Ayın sonu gəlməyəcək. Ben şeyden bir şey yok. Her derste iyi dediğim. Bəli, bəli. Teşekkürler. Deməli, Ben size açayım neydi onu da. deməli. İndi onlinelar ekranı açır Turgut Nəşbər. Buradakı uşaqları VS kodu açır. Aç kompüteri. Ne niye bilmedin? Tapşırıq yazırsınız. Açın. Mən deyəcəm tapşırığı. Ayda. Ben Deyil. Adam kimi. Tabii de ne? Aydalar. Dersteyim. Nə oldu? Neyin adı? Açın VS kodu. Açmışsana bir. Seyid. Deməli. Uşaqlar. Qazi. Halva da bir yeri. Ne? Nə bağlı? Ben böyle demedim. Uşaqlar, tapşırığımız nədir? Input bilirsiniz, yoxsa yox? Bilirsiniz. Inputdan ad gələcək. Ad. Həmin adın içində neçə hərf var, onu çıxardacaqsınız. Neçə hərf? Keçmisiniz. Keçmisiniz. Uzunluq, uzunluq. Sağlama. Həmin adda neçə hərf var, onu tapacaqsınız. Həmin stringdə. Keçmisiniz. Len. Yok. Len. Ben Burada bakmak. Allah. Nəyi? Anladım. Input dakika. Necə yəni? Input